Tərkibində süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir vardır. Təsəvvür edin, tut yarpağı nə qədər faydalı bitkidirsə, bir barama qurdu ömrünün ilk günündən son gününə kimi yediyi yeganə qidadır. Şəkər xəstəliyinə faydası olduqca çoxdur. Qanda şəkər səviyyəsini tərazilamağa köməklik edir. Ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Bronxit, boğaz xəstəlikləri, quru öskürək, qəbizlik, gərginlik və stres önləyici və ürəyin dostu olan tut yarpağı. Tut meyvəsi qədər faydalıdır. Qaynadılıb əldə edilən çay bir çox xəstəliyin müalicəsində istifadə edilir. Qızdırma əleyhinə təsiri vardır. Hazırlanan çay temperaturu aşağı salır. Sidik qovucu təsiri sayəsində bədəndəki şiş, ödəmi azaldır. Bronxitin müalicəsi üçün isə səhər və axşam yeməkdən əvvəl ac qarına qəbul edilir. Qaraciyəri təmizləyir. Qaraciyər xəstəliklərinin qarşısını alır. Bunun üçün də gündə 3 stəkan qəbul olunmalıdır. Həmçinin gündə 2 stəkan tut yarpağı çayı içiləndə orqanizmdə müqavimət artır. Diş ağrılarını aradan qaldırmaq üçün 1 litr soyuq suya tut yarpağı qoyulur və 10 dəqiqə qaynadılır. Əldə edilən su ilə qarqara edildikdə diş ağrıları yoxa çıxır. Beynin və bədənin sakitləşməsinə köməklik edir. Tut yarpağı uzun illərdir ki, ekzema, dəridə qaşınma ilə müşahidə olunan xəstəliyin müalicəsində istifadə olunur və effektli nəticələri əldə edilir. Həmçinin ağrıkəsici təsirə malikdir. Tərkibindəki antioksidant